Salamlar, hər kəs salamlayıram. Bugün Fashion Street restoranın baş aşpazı Həsən Həsənov. Bizim bugün qonağımız, bizim üçün gözəl olan insanlar Fatma xanımla Nurlan bəy gəlir. Nurlan bəyin bugün biz ad gününü qeyd edirik, 30 yaşını qeyd edirik. Yəni bizim üçün çox xoşdur ki, belə bir insanlar, belə bir gözəl insanlar bizim restoranımıza təşrif buyurub gəliblər. Buyur Fatma xanımla çəkərsən canımızdan. Çok sağ olun dəvətinizə görə Sənan bəy. Siz elə o neçə gün bundan əvvəl demişdiniz elə nəysə biz dedik ki sanatoriyaya zayıf aradan vaxt keçdi. Yəni Azad çox sağ olun. Siz elə həm sağ olun, sağ olun. Çox sağ olun. Vallahi elə açdığınız süfrədə burada çox gözəldir. Çox nəsə elə biz elə həmişə çöldə bayırda oturmuşuq, yemiş eləmişik. Biz də əlimizdən gələn qədər siz çöldə bayırda elə bil ki bir yaxınlığınız kimi həmişə qulluğunuzdayıq. Yəni. Çox sağ olun. Allah sənin canınızı sağlık. Oğlum sənin də ad gününü təbrik edirəm. Bax sənin qardaşı gör sənin nə yaxşı. İstəyirəm. Yəni bu çəkişdə Fatma xanım deyir ki, çəkək bizim üçün də xoşdur, fərqi yoxdur. Çəkilsə də çəkək. Sağ olun. Çox sağ olun. Sizin üçün xoş olsun qardaşım. Sağ olun. Yaşın mübarək olsun, canın sağ olsun. Çox sağ olun. Fəxr elə ki, belə bir gözəl adam var. Sənə bir dəstək olur, sənin yanındadır. Biz də bir qardaşım sənin yanındayıq. Sağ olun. Ad gün mübarək, təbrik edirəm. Sağ olun. Sağ olun.